Bəli, Mənim qulağımda səs olur. bəli, Başımda da, qulağımda da. bəli. Bir də çox həddindən artıq heç nəyə əsəbləşirəm. Neçə yaşın Əsəb var? öldürür məni, həm də ki yuxusuzam. Neçə yaşın var? İnşallah qismət olsa gələn ay 60 illiyim olacaq. Nə gözəl, elə qismətli olacaq, bəri başdan təbrik eləyirik. Çox sağ ol, doktor. İstilik gəlirmi sizə birdən? Hə, istilik gəlir, tər də olur. Qan tər basır, sonra da biraz soyuyur. Bəli, bəli. O klimaksa bağlıdır. Klimaksa bağlıdır, onu siz mənlə indi onu efirdə çox xırdalamayaq. Kişilərdə də olur, yalahəfli bir şey yoxdur. Qadınlarda olduğu kimi kişilərdə də klimaks olur. Bu əsəbləri çox ciddi şəkildə zədələyir, həssas olur adamlar. Deyir, mən əvvəl belə deyildim, nə oldu birdən? Siz mənim telefon nömrələrimi görürsünüz, onun əlaqə saxlayarsınız məndən. Mən sizə məsləhət verərəm ki, onu müalicə etmək üçün nə etmək lazımdır? Çox sağ olun, sualınıza görə minnətdarım. Kişilərdə də xanımlar kimi, qadınlar kimi klimaks olur. Qadınlarda klimaks çox olur. Nisbətən yüngül keçir kişilərə baxanda. Kişilərdə klimaks az olur, çox ağır keçir. Yəni, müqayisədə qadınlara nisbətən xeyli ağır keçir. Ona görə də onun vaxtında müraciət eləmək lazımdır. Nə olur, orada da eyni qaydada istilik gəlir, qan tər basır, ondan sonra da soyuq tər gəlir və əsəblər pozulur, yuxu qaçır, həyata baxış, bəzən hətta o yaşda görürsən ki, gəlib 60-65 yaşında boşanmalar deyirlər, ay Allah, bunların bu boyda böyük uşaqları, nəvələri, nə oldu birdən-birə? Nə oldu? Nə oldu ki, klimaks əsəbi pozduğu üçün balaca kiçik bahanələrlə insanlar görsün ki, ailələr dağıla bilir. Ona görə də orada mütləq mənada həkimə müraciət eləmək və müalicə olunmaq lazımdır. Qısa zaman kəsiyində müalicədən sonra qaydasına düşür.